Fəzəl müəllim, bizim Qərbi Azərbaycanlılarla əlaqədar hazırladığımız Deport As səhifəsi üçün sizin də xatirələrinizi almaq istəyirik. Xahiş edirəm, bir Qərbi Azərbaycanlı olaraq orada neçənci ildə, harda anadan olduğunuzu, uşaqlıq xatirələrinizi və oradan köç etdiyiniz dönəmdə yaşadığınız çətinliklər haqqında izləyicilərimizə məlumat verin. Mən 1947-ci ilin avqustun 26-sında qədim Tarix Azərbaycan torpaqları olan Zəngəzurun Qarakilsə rayonunun Şıxlar kəndində anadan olmuşam. Uşaqlığım müharibədən sonraki dövlət təsadüf etdiyi üçün kifayət qədər çətinliklərlə üz-üzə qalmışıq, digərləri kimi. Və xatırlayıram ki, mənim atam qalxoz sədri və sonradan savxozda yüksək vəzifələrə daşımasına baxmayaraq, həyatımız digərlərinə o qədər də fərqlənmirdi, açıq deyim. 18 yaşına qədər orada yaşamışam. Orta məktəbin 7 illiyini kənddə bitirmişəm. Digər 8, 9, 10, 11 sinifləri isə qonşu bizim kənddən 4 kilometr deməli, cənub şərqdə olan Dəstərt qəsəbəsində oxumuşam. 65-ci ildə oranı bitirdim və Bakı Dövlət Universitetinə sənədlərimi verdim qəbul olmaq üçün. Təbii ki, bütün kənd uşaqları kimi mənim də həyatım kifayət qədər çılğın, kifayət qədər mən deyərdim ki, çətin, əziyyətli. Həm də maraqlı keçib. Həm də maraqlı keçib, çünki bizim üçün məhdudiyyət yox idi ki, gəl evdə otur, dərsini elə, nə bilim, başqa bir işlərlə məşğul ol. Gəlib dərsdən də gələn kimi kitabımızı evimizə qoyub bir lavaşdan, dürməkdən zaten eləyib, çıxıb Kəfşəndə orada gəzərdik, dolanardıq, oynayardıq. Sonra da saat 2-3 saatdan sonra gəlib dərsdə oxuyub, Allah'ın verdiyi bir şeydən yeyib, sonra təbii ki, yatağa girərdik. Mən dərk edirdim ki, 8-ci sinifdən sonra ki, biz qəsəbə məktəbində oxumağa başladıq, o beynəlməl məktəb idi. Ermənilər də vardı, Azərbaycanlılar vardı. Ermənilər orada sonradan gəlmişlər. Mis molibdin zavodu açıldığına görə orada sonradan həm də ermənilər gəlmişlər. Oranın tarixi yeri bizim Azərbaycan türkləri yaşayan yeri olubdur. Biz dərsdən çıxandan sonra orada dayanacaq vardı, avtobusa dayanacaq. Ora gələrdik. Ora qədər və yaxud da ki, avtobusa çatmayanda, piyada gələndə çox sayılı ermənilərlə üzə qalardıq, dalaşardıq. Mən deyərdim ki, döyülən vaxtımız da olubdur, döyən vaxtımız da olubdur. Hər halda 8-ci sinifdən mən öz üzərimdə erməni millətçilərinin, hətta uşaqlarda belə bu cür baxışları və davranışların təsir altında yaşamışam. Təmin yox, eyni zamanda mənim yaşıtlarım. Amma təxribat o tərəfdən gəlirdi. O tərəfdən gələrdi. Bizə qarşı çox aqressiv idilər. Bizə türk deyərək üstümüzə gəlirdilər. Və xatırlayıram ki, 65-ci ildə mən artıq 11-ci sinifdə idim. Bu qondarma soyqırımın 50-liyi ilə bağlı Aprelin 20-də. Aprel ayıydı, tam elə doğru deyirsiniz. O kukuruznik təyyarlar deyirlər, ondan vərəqələrdə də paylayırlar belə. Bir məktəbə də düşdü. Birinə mən götürdüm, qoydum cibimə. Atam da erməni dilində yazıb oxumağı da və dildə təmiz bilirdi. Getdim ona verəni, dedim, onlara lənət eləsin. Bunlar biz əməlli başlı qırığına çağırırlar. Ki, türkləri qırın, Andonikin adını çəkirdilər. Erməncə yazılmış. Erməncə yazılmış erməni hərfi ilə. Onlara imkan verməyin, onları sıxışdırın, onları döyün, qırın, öldürün, belə, bu şəkildə. Və 65-ci ildə biz orada çox həqiqətən ciddi bir təpkinin üzrə qaldıq. Hətta atamın özü belə rayon mərkəzinə getmə imkanları yox idi ki, o dərəcə ağır idi. Və Bakıya gedib qaydandan sonra hər rayonumuza gələndə mütləq mənada mən ermənilərlə rayon mərkəzində dalaşardım. Mütləq mənada. Yəni, söz deyirdilər, üzümüzə gəlirlərsən, məcburdun ki, özü müdafiə eləyəsən. Hətta yadıma gəlir ki, mən Naxçıvanda oxuyanda, həyat yoldaşımla kəndə gedəndə, avtobusun içərisində yer üzərində bir mübahisə düşdü.
biraz çəkişmə oldu və bizim kəndimizin altında mən həmin avtobusu saxlatdırdım. Çünki dəstərdə gedirdi. Ki orada o aqressivliyi mənə göstərənin yenildim aşağı, onu möhkəm onun dərsini verdi orada. Yəni bu dərəcədə hər zaman, bunda mənim artıq 27-28 yaşım var idi, yəni artıq gənc də deyildim, uşaq da deyildim, deyib dalaşmağa meylim olsun. Yəni hər zaman biz onların təzyiqi altında... Bu hadisələr hələ başlamamışdı, 88 hadisələr başlamışdı. Söhbət 70-ci illərdən gedir. 70-ci illər. 70-ci illər, 60-70-ci illərdən gedir. Yəni 80-ci illərdə təbii ki, hadisələr başlayandan sonra vəziyyət xüsusi gərginləşdi. Bizim rayonun cəmaatı demək olar ki, 1988-ci ilin avqustuna qədər demək olar köçmüşlər. Demək olar ki, bütün rayonda 11 kənd var idi. 12-si Qarışıq kəndi idi, 9-u Təmiz Azərbaycan kəndi idi. Onlardan bir Urut kəndi qalmışdı, tamam. O da Həmzə var idi, o yaxşı hörməti var idi deyən. O kəndini saxlaya bildi. Lakin axırda kimi saxlaya bilmədi. Dekabr ayında onları Şabuzun deməli, sərhəd olan yerə gəlib çatdılar. Orada möhkəm qar, çovğun, onların tamamilə qadınların üstlərinə nə qədər qızıl varsa hamısını soyub, onları necə pis vəziyyətə qoyub, BT-lərin vasitəsilə o dağdan aşıb Naxçıvana gətirmişlər. 98-ci il dekabrında. Axıra qalmaqları bir problem oldu. Bəli, axıra qalmaqları üçün böyük faciə ilə nəticələnir. Ondan əvvəl gələndə avtobuslarda... Avtobuslarda. Məsələn, mən 1988 avqustunda bir ev dəyişmə var idi. Onun üçün kəndə gedəndə, getdim kəndə, kəndimizdə 3-4 ailə qalmışdı. Və getdim kəndimizə, öz evimizə getdim. Öz evimizə gedəndə baxdım ki, deməli, mənim uşaqlığım yeniyetməli getmiş olduğum o ev tamamilə hər yerə qanqal basıb, ot basıb, içəri girdim. Çox pis oldum, açıq deyim. İndi də yadıma düşəndə özüm sağlayam. Kövrəlirsiniz. Lənətə gəlsin onlara. Əlbəttə ki. Sözüm ondadır ki, oradan çıxdım, mənim uşaqlığım yeniyetməli oradan keçib, orada çeşmə başı deyərdik. Kəndimizin bir dənə çeşməsi vardı. Bütün gələnlər, qadınlar gəlib oradan sənəylə, vedəylə su daşıyarlar. Bizim də yeniyetməlimizdə orada bir yer vardı, ev vardı. Onun arxasına durub gözaltı elədiyimiz qızlara baxardıq. Belə gözəl bir xatirələrimiz var idi orada. Eyni zamanda orada qoyun quzunun qabağına çıxardıq, neyiniyərdik. Oradan keçirib baxdım ki, o olaq tamam qoruyub. Orada mənim qabağıma bir-iki yiyəsiz it və pişik çıxdı. Gəldim, hər zaman yaşlı insanların yığışaraq mağazin, dükkanın qabağında rəvayət danışmaq, nağıl danışmaqlarına gizli, açıq şəkildə qulaq astığımız yerə də baxdım. Mağazin, dükkan deyilib, gördüm ki, onu da demək olar ki, ətrafımızda qanqazlar basıb və s. Xalamgil hələ köçməmişdir. Bir gecə qaldım xalamgildə. Səhər gəldik. Gecəykən çıxdıq səhərə yaxın. Niyə? Biz Naxçıvandan Qarakisiyə, indiki Siyana gələndə Əngələvi kəndi var. O çox aqressiv kəndlər, ermənilər. 18-ci illərdə də Azərbaycanlıların başına çox müsibətlər gətirən bir kənddir. Orada biz gələndə, orada post var idi, oradan polis bunlara işarə verdi. Mənim bir də ki, sürücüdür. İkimiz də ev dəyişməklə bağlı gedirik. Dedi ki, işarə verdi, bizi qabaqda qarşılayacaqlar deyəsən. Həqiqətən, o kəndə çatma momentində bizim maşımızı əməlli başlı, əllərinə gələn daşla, zadla belə... Xəbər vermişlər ki, türklər gəlir. Bəli, türklər gəlir, hücum edir, çünki Naxçıvandan gəlib biz. O adamın ustalığı olmasaydı, biz artıq yox idik. Yəni, o köynə, deməli, Moskviç idi. 212 idi, nəydi, belə köynə Moskviçlər. 412. 412 o. Təzəsi. O vəziyyətdən çıxartıb, böyük sürətlə orada, hətta birini də vurub kənara tullayamaqla, böyük sürətlə oradan çıxıb getdik, canımızı qurtardıq və orada ölümdən qurtardıq həqiqətən. Bu olub 1988-ci avqustunda. Ona görə qaydanda insanların ən çox dərin yuxuya getdiyi vaxt, səhərə yaxın 4-də biz oradan çıxdıq, artıq 5-in yarısı oranı keçdik. Heç kim yoxkən. Heç kim yoxkən geçdik belə. Sonradan deməli, 4-5 ailə qalmış, onlar da köçdülər. Mənim atamgil oradan köçdü 1983-cü ildə. Niyə? Mən o zaman
Texnologiya Üniversitəsində işləyirdim, kafedra müdürü Gəncədə. Mənə xəbər gəldi ki, bəs atam köçmək istəyir. Mən əlaqə saxladım, niyə getdim, niyə? Dedi ki, gedirəm, mümkün deyil. Axırıncı dəfə orada benim qonşu kəndə Əlxatyan, deyir, orada gedəndə mən tökürlər 2-3 nəfər üstümə belə davadalaş biraz. Hələ hadisələrə qədər? 83-də. 5 il var hadisə. 5 il. 83-də deyir, atam möhkəm orada fiziki zad ağır belə, zərbə durmuşlar belə, belə, çox ciddi xəsarət almışdı. Mən də burada qalamaram. Mümkün deyil qalmaq. Yəni 83-də bu hadisə baş vermişdi. Və biz atamla danışıq elədik, gəldi Bakıya, Ramana qəsəbəsinə, orada da məskunlaşdı elədi və 80-ci ildən başlayaraq orada artıq kütləvi şəkildə hər kəsin kim imkanı varsa köçməyə başlayır. Çünki çox böyük təzyiqlər vardı, çox böyük təhdidlər vardı və bizim də kənddə cəmi 3-4 ailə, biraz babat evlər vardı, orada bildiyim qədər yaşayırdılar. Deməli, orada kənd boşdur. Bu lənətə gəlmiş ermənilər tarix boyu bizə problem yaradıblar. Azərbaycan köçdüyü zamandan Azərbaycan türklərinə qarşı bunlar aqressivlik nümayiş etdiriblər. Özlərinin arxasında duran qüvvələrin, dövlətlərin köməyi ilə və bütün bunları artıq necə deyirlər, Müzəffər Ali Baş Komandanımız son qoydu. 44 günlük müharibə ilə, 24 saatlıq antiterror əməliyyatı ilə və beləliklə onlar tarixin dərsini aldılar. Bəli. Və Azərbaycandakı bu şeytan yuvası da, iblis yuvası da qan çanada darmadağın edildi. Dağıdılmış oldu. Və beləliklə mənə belə gəlir ki, artıq bundan sonra biz tarixin ibrət dərslərini hökmən yadda saxlamalıyıq və gələcək nəslərə çatdırmalıyıq ki, ermənilərlə birgə yaşayış ciddi problemdir. Bu problemi biz yaratmırıq. Bu problemi onlar yaradır. Əlbəttə ki. Fəzəl müəllim, cənab prezidentin bir kəlməsi var. Qərbi Azərbaycana tanklarla deyil, maşınlarla qayıdacaq. Bax, belə bir imkan yaransa, siz ora qayıtmağı necə təsəvvür edirsiniz sözünüzü? Mən dünyanın bəlkə də ən xoşbəxt insanlarındanam ki, arzu etdiklərimi çoxuna çatmışam. Məsələn, 19 yaşımda düşünmüşəm, tələbə dərnəyinin, gizli dərnəyin üzvlərindən biri kimi, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda dərnəyin üzvlərindən biri kimi, mən Azərbaycanı azad görmək istəyərdim. O 60-cı illərə gəl. Bəli, 69-da azad, 61. Dissident olmuşsunuz ki? Daha dissident olmuşam. Əlbə deyir ki, mən məhkəmədə 2 dəfə dəvət olunmuşam. Çox çətinlik. 82-ci ilə qədər mənim evimə gələn məktubların hamısı Dövlət Təcavüz Komitəsindən keçib sonra bizə gələrdi. Yəni, bu şəkildə. Və demək olar ki, bunu gördük. Mən Gürcü Azərbaycan dövlət görmək istəyirdim. Bunun içində yaşayırıq. İşi olmuş torpaqların azad edilməsini arzuladık, istəyirdik. Bunu da gördük. Dünya miqyasında tanınmış bir dövlətin vətəndaşı olmaq, xoşbəxtliyinə nəsib olmağı diləyirdik. Bunun içindəyik. Mənim ən böyük arzularımdan bir neçəsi qalıb. Onlardan biri, heç şübhəsiz ki, doğulduğum torpağa getməkdir. Bugün imkanı bugün gedərəm. Gedib onun turşusuyla içərəm, havasından alaram. Havasını deməli, məmnuniyyətlə orada. Sizə deyim ki, gündüz orada adamı yandırardı, istilik. Gün batanda adamı soğuk, yorğan çəkmək mümkün deyildi. Bu mənim ən böyük arzularımdan biridir və bugün də yuxularımda heç zaman o kənddə olmayan insanların o kəndin kəşflərini, küçələrini gəzirəm. İkinci ən böyük arzum Cənubi müstəqil görməkdir. Təbrizi, Ərdəbili bizim kimi görməkdir, bütün Azərbaycanı görməkdir. Və heç şübhəsiz ki, yolumuz böyük Turanadır, Türk dünyasının formalaşmasıdır. İnşallah. Bu arzularım bəzi yerinə yetirib, bəzi də qismət Allaha. İnşallah. Çox təşəkkür edirəm. Ancaq prezidentimiz Şuşaya bayraq sancmaqla əslində sonradan onun çıxışlarında mən gəldiyim nəticə bunun ibarətdir ki, Şuşadan, Laçından keçərək Zəngəzurda daxil olmaqla Qərbi Azərbaycana bir yol açdı. Bir də Cəbrayıldan, Xudafərindən keçərək Cənubi Azərbaycan, Güney Azərbaycana bir yol açdı. İndi tarixin qisməti ilə, Allahın hökmü ilə inşallah onlarda görərik. İnşallah. Çox təşəkkür edirəm. Sağ olun. Sağ olun.